Mömin kimdir? İlk öncə o sualı düşünsək onun ətrafında. Mömin olmaq bir məsuliyyətli olmaq deməkdir. Mömin olmaq, sizin də qeyd etdiyiniz kimi, bəzən cəmiyyətdə bu kimi fikirlərlə, bu kimi insanlarla rastlaşa bilərik. Ancaq mömin olmaq içi ilə çölü bir olmaqdır, ruhu ilə qəlbi bir ola bilməkdir. Mömin kimdir sualının ən gözəl cavabını elə Uca Rəbbimiz öz kitabında ona qeyd edir. O qədər dəyərlidir ki, bir xüsusi bir surə ilə ona haqqında tərif edir ki, qad əfləhəl müminun deyir. Möminlər nicat tapmışdır. Və ardınca sıralayır möminlərin xüsusiyyətlərini, əlamətləri. Hansı möminlər nicat tapıb, hansı möminlər xilas olub? O möminlər ki, boş-boş sözlərdən uzaqdırlar. Onlar aya davam edir və ayənin davamında çox önəmli bir məsələni də qeyd edir ki, əhdlərinə sadiq qalarlar onlar. Biraz öncə də biz elə verilişimizin əvvəlində sözlərin, kəlamların ən üstün olan Allahın kəlamı ilə başladıq. Həqiqətən də bu çox gözəl bir ənənədir. Sizin də qeyd etdiyiniz kimi hər dəfə ki, bizim canlı efirimizdə dünyəvi bir dövlətdən, belə deyək, efirlərimizdən könüllərimizə o mənəvi bağların qurulması çox önəmlidir. Xüsusən də başqa günlərdə də olur. Ramazanda hər gün, sahur və axşam bu bir neymətdir. Bu neyməti də şükürünü Rəbbimiz Quran-Kərimdə buyurur ki, şükürünü edin ki, neyməti artırın. Bax, biraz öncə oxuduğumuz ayədə də Rəbbimiz möminlərin xüsusiyyətlərini sayarkən, möminlər o şəxslərdir ki, Allahın ayələri oxunduğu zaman onların imanları artar buyurur Quran-Kərim. İmanları artar və Allaha təvəkkül edərlər. Demək ki, mömin şəxs Allahın ayələri oxuduğu zaman imanı artacaq, qəlbi yerindən oynayacaq. Mömin şəxs o şəxsdir ki, bütün çətinlik və sıxıntılara baxmayaraq Allaha təvəkkül edəcək. Təvəkkül müminin bir xüsusiyyətidir. Hər bir halda müminə təvəkkül edəcək. Bayaq dəyərli Fuad müəllim bir hədisi qeyd etdi ki, cümləmizdən Allah razı olsun. Allah Rəsulü buyurur ki, sizlərdən biri özü üçün istədiyini qardaşı üçün istəmədikcə iman etmiş olmaz, iman etmədikcə də cənnətə daxil olmaz. Demək ki, biz özümüz üçün istəyiriksə, ətrafımız üçün də o eyni istək və duaları istəyəcəyik. Bir nəfər İmam Sadiq əleyhissalamdan mömin kimdir sual etdiyi zaman İmam orada demədi çox namaz qılan, çox zikir edən. Təbii ki, bunlar da möminliyin əlamətlərindəndir bir insanda olması, xüsusən də Ramazan ayında bir möminin halıdır ki, Quranla irtibatını artırsın, mənəvi, belə deyək də, daşıyıcılar artırsın və bu ayda da Allah bizə bir xitab edir. Ey iman gətirənlər, iman edin. Maraqlıdır ki, sual, xitabət iman edənlərədir, iman etməyənlərədir. Nəyə iman edəcəyik? O şeylərə ki, iman etmişik. Allahın təkliyinə, axirətə, mələklərə, öldükdən sonra diriləcəyimiz günə və eyni zamanda əhdlərimizə. O şeyə ki, əhd vermişik, o yenidən iman gətirəcəyik. Ona görə də Quran-ı Kərimdə, hədislərdə baxsaq, İmam Sadiq əleyhissalam buyurdu, demədi, dediyimiz kimi çox zikir edən, dedi ki, söz verdiyi zaman sözünə yerini tutan və əhdinə sadiq qalan. Bugün də həqiqətən də mömin adını daşımaq cəmiyyətdə böyük bir məsuliyyətdir. Necə ki, Peyğəmbərimiz buyurur ki, bir nəfər sizin imanınıza baxıb, belə deyək, özündə bir dəyişiklik hiss etmirsə və o sizin imanınız onu Allaha aparmırsa, Allaha doğru bir qapı açmırsa, imanınızı sorğulayın. Həqiqətən də bu aylar, bu günlər, xüsusən də bilirsiniz ki, artıq bu gecələr ehtimal olunan Qədir gecələrindən də biri bu gecələrdən inşallah ki, olacaq Allahın izni ilə ki, və yaxud siz sual verdiniz ki, mömin özünə sual verməlidir. Bəli, sual verməlidir. Mən kiməm? Mənim varlığım nə ifadə edir? Mənim varlığım bir mömin olaraq millət üçün, ümmət üçün hansı funksiyalar yerinə yetirəm? Mömin birləşdiricidir. Biraz öncə də siz qeyd etdiyiniz kimi. Təfriqiyə, ayrımçılığa uzaq olan bir şəxsdir. Mömin hər zaman bərabərliyi, qardaşlığı, vəhdəti aşılayan bir insandır. Çünki əmin bir insandır. Peyğəmbərimizin də bir adlarından biri əmin idi. Bilirsiniz ki, Peyğəmbərimizə qarşı müşriklər o qədər zülm və işgəncələr etməsinə baxmayaraq, hər bir şeyini gətirib Peyğəmbərimizə əmanət edirdilər. Niyə əmanət edirdilər? Bilirlər ki, o əmanəti heç bir zaman xəyanət eləməz. Bugün də mömin adını daşıyan insan o xüsusiyyətləri özündə canlandırmaq, daşımaq məcburiyyətindədir. Əgər bir yerdə, bir iş yerində, bir müəssisədə bir mömin varsa, ibadət əhli varsa, orada o halınla, davranışıyla fərqlənmək məcburiyyətindədir. O vətəninə, dövlətinə, bəli, millətinə sadiq olan bir şəxsdir. Mömin olmaq vətəni sevməkdir. Necə ki, Həzrət Əleyhisselam buyurur ki, Peyğəmbərimiz buyurur, vətəni sevmək imandandır. İmanın da göstəricisi də möminlikdir. Allah razı olsun. Mükəmməl. Ona görə deyirəm, çox gənc yaşlarından din-dövlət münasibətlərinin möhkəmlənməsi, dini dəyərləri olduğu kimi cəmiyyətə çatdırılması yolunda xidmətlərim var.